Hər birini salamlayıram. Mən Cavid Süleymanov. 1995-ci ildə Mingəçevir şəhərindən anadan olmuşam. 2012 və 2016-cı illər tarixlərində isə Mingəçevir Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm, bakalavr dərəcəsi üzrə. Daha sonra isə 2016 və 2020-ci il tarixlərində isə təyinatlı qüvvələrdə xidmət etmişəm. Müharibə başa çatdıqdan sonra proqramlaşdırmaya olan marağım daha da artdı və Harvard Akademiya vasitəsilə Əvəz müəllimlə tanış oldum. Kursun ilk günlərindən demək olar ki, son günlərinə qədər müxtəlif proyektlərdə və təcrübə proqramlarında iştirak etmişəm. Harvard Akademiyanın ən müsbət tərəfi ondan ibarətdir ki, yalnızca nəzəri bilikləri yox, həm də praktiki bilikləri eyni anda öyrənirsiniz. Hər dərs bitdikdən sonra praktiki tapşırıqlar mütləq və mütləq olur. Daha sonra isə 2021-ci ildə Polşaya qəbul aldım və burada magistratura üzrə VSB Universitetinin Computer Science, Data Science fakültəsindən qəbul aldım və 2024-cü ildə isə bu fakültəni magistr üzrə bitirdim. Hal-hazırda isə dünyanın ən böyük 5 IT şirkətindən biri olan IBM şirkətində software engineer olaraq işləyirəm. Və buradan başda Əvəz müəllim olmaq üzrə tüm Harvard ailəsinə, tüm Harvard işçilərinə təşəkkürlərimi və minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.